Böyük ayın 12'si yenə də Əsgəran qalasından bəri Vekim Söstoy ilə Qocalının arasında bizim Qocalı şəhidlərinin yenə sümükləri, yəni şəhidlərimizin harda bastırıblar ermənilər, orada bugün qazıntı gedir. Həmin qazıntı yerindən yenə şəhidlərimizin sümükləri çıxıbdı, aşkarlanıbdı. Bunu dünəndən çıxıbdı, heç kəsə məlumat verməyiblər. Bugün mənim iş yoldaşlarım deyib, sümüklər hamısı görükür. Sümüklər çəkilir deyib. Hələ dünən güclü bir sel olubdu. Dünən hamısı burada bütövdü. Güclü sel gəlirdi. Buranı sel basıbdı. Yuyub aparıbdı. Dünən dəhşət idi. Dedik, yəqin məlumat verərlər, verməyiblər. Çəkdim, oranı çəkdim. Burada iş gedir. Vulkan şirkətinin işçiləri, əməkdaşları burada iş aparırlar. Qazıntılar. Bunu dünəndən məlumat verməyiblər. İndi bugün mənim iş yoldaşlarım mənə deyiblər ki, və burada qazıntı aparan baxdı, burada meyit aşkarlanıb. Burada paltarlar vardı, ayaqqabılar vardı, sel yuyub aparıb, heç nə qalmayıb burada. Oyundaşdı, bütün sümüklərdir hamısı. Sel yuyub aparıb hamısını. Sümük burada aşkarlanır, yenə sümüktür. Burada da sümük var. Sel yuyub dağıdıbdı. Burada da sümük var. Hamısı deyil. Bataqlıqdır, gəzə bilmirəm. Burada da var sümük. Neyse.